Çevirmə düsturları. Trigonometriyada çevirmə düsturları nədir? Nəyin tapılması üçün lazım olur bu düsturlar? Məsələn, sinus biz 30 dərəcədir, 45 dərəcədir, 60 dərəcədir, 90-a qədər biz bunları əzbər bilirik, düzdürmü? Bizim 90-dan yuxarı bucaqları öyrənmək üçün çevirmə düsturlarından istifadə etməyimiz lazımdır. Məsələn, sinus 210 dərəcə. 210 dərəcədə sinusun qiyməti neçədir? Bunu artıq biz əzbər bilmirik. Çevirmə düsturundan istifadə edərək biz bunun cavabını tapacağıq. Necə tapırıq? Əvvəlcə onu deyim ki, bu tip suallarda biz vahid çevrəmizi yadımıza salaq. Mahiyyəti başa düşmək üçün bu çevrəni çəkdim. Bu sinus oxuydu, yəqin ki, yadınızdadır. Bu isə kosinus oxuydu. İndi belə bir şey deyək. Bu bucaqları hamımız bilirdik də neçə dərəcədir. Məsələn, bu bucaq 90 dərəcədir. Bu bucaq 0 dərəcə və yaxud 360 dərəcədir. Bu bucaq 180 dərəcədir və bu nöqtə isə 270 dərəcəni ifadə edirdi. Biz verilən bucağı məsələn 210 dərəcənin sinus qiymətini tapmaq istəyirsə, bax bu bucaqlardan istifadə edəcəyik. Necə istifadə edəcəyik? Bu bucaqların hansı nöqtəyə daha yaxındır 210 dərəcə? 210 dərəcə 180 ilə 270-in arasında yerləşir, düzdürmü? Hardasa təxminən burada. Ya 180-ə yaxınlıq dərəcəsindən baxacağıq, ya 270-ə. Mən sizə əvvəlcə deyim ki, yaxşı olar ki, 180-ə yaxınlıq dərəcə ilə baxaq. Ya 180-ə, ya 360-a. 90-270-dən hələ ki istifadə etməyək. Necə yazacağıq? 210 dərəcə 180-ə nə qədər yaxındır? 30. Cavabımız sinus 30. Lakin bir dənə rübə fikir verəcəksiniz. Neçənci rübdür? 210 dərəcə 3-cü rüb. 3-cü rübdə sinusun qiyməti mənfidir, müsbətdir. Mənfidirsə bir dənə burada mənfi yazacağıq. Yəni sinus 210 dərəcə mənfi sinus 30 dərəcəyə bərabərdir. Başqa bir nümunəyə baxaq. Məsələn, kosinus məsəl üçün 300 dərəcədə nə qiyməti alır? Uşaqlar, kosinus 300 dərəcənin hansı yerdə yerləşir? Baxın, 270-dən 360-ın arasındadır. Nəyə yaxınlıqdan baxacaq demişdik? 90-dan 270-dən demişdik, hələ ki uzaq olaq. 360-a nə qədər yaxındır kosinus 300? 60 dərəcə. Demək, cavab kosinus 60. Bir dənə də 300 dərəcə neçənci rübdə yerləşir, onun işarəsini yazırıq. 300 dərəcə 4-cü rübdə yerləşir. 4-cü rübdə kosinusun qiyməti müsbət olduğu üçün burada müsbət sözü yazırıq. Yəni cavabımız kosinus 60 dərəcə müsbət, yəni 2-də 1 olacaq. Yəni kosinus 300 dərəcə 2-də 1 qiymətini alır. Bütün hamısını belə edə bilərik. Məsələn üçün tangens məsəl üçün 225 dərəcə. Tangens 225 dərəcə. Baxırıq hansı intervala yaxındır? Demək 180 ilə 270-in arasında yerləşir də 225 dərəcə. Demək 180-ə nə qədər yaxındır 225? Yəni yaxındır deyəndə böyükdürmü, kiçikdirmü önəmli deyil. Nə qədər yaxındır? 45 dərəcə yaxındır. Düzdürmü? Demək onda olacaq cavabımız tangens 45 dərəcə. Rübü də təyin edirik. Rübümüz 3-cü rüb olduğu üçün 3-cü rübdə tangens müsbət alır. Ona görə cavabımız müsbət tangens 45 dərəcə. Yəni cavabımız 1-ə bərabər olacaq. Məsələn, ola bilər ki, tutalım, bucağımız olsun tangens 150 dərəcə. 150 dərəcə 90 ilə 180 arasında, düzdürmü? 90-a yox, 180-ə yaxınlıqdan baxırdıq da. 180 nə qədər yaxındır? 30. Demək, cavabımız tangens 30 dərəcə. Sadəcə olaraq rübü də təyin edək. 2-ci rüb olduğu üçün tangens 2-ci rübdə nə alır? Mənfi alır deyə bura mənfi sözü yazırıq. Yəni cavabımız mənfi kök altı 3 bölək 3. Yəni tangens 30-da kök altı 3 bölək 3 alır və yaxud da 1 böl kök altı 3 alır. Əgər bucağımız daha böyük qiyməti olarsa, məsəl üçün sinus fərz eləyək ki 850 dərəcə. 850-dir. 360-dan böyük olduğu üçün 360-a bölürük, qalığa baxırıq. 360-a böləndə qalıq neçə qalır onu yazırıq bura. Demək, qalıq qalır 130 dərəcə. Sinus 130 dərəcə
hansı araltı? 90 ile 180 arasında yerləşir. Düzdürmü uşaqlar? Baxın, bax bu intervalda yerləşir. 90 ile 100 demək 90 ile 180 arasında yerləşir. 90 ile 180'in hansına yaxındır? 180'ə nə qədər yaxındır? 50 dərəcə. Demək olacaq sinus 50 dərəcə. Sadəcə rübü baxırıq. İkinci rübdə sinus necə qiymət alır? Müsbət demək. Cavab müsbət sinus 50 dərəcə. Sinus 50'də də bilmirik qiymət neçə olur. Yəni elə beləcə də saxlayırıq. İndi gəlin bu danışdıqlarımızdan bir nəticə çıxaraq. Çevirmə düsturlarında yəni belə çıxır ki, 180 dərəcə toplu alfa yazılmış olsa, biz 180 dərəcənin üstündən xətt çəkə bilərik. Çünki 180 dərəcə bizim vahid çevrədəki o nöqtələrdir. Yəni, bax, buradakı nöqtələr götürmüşdük. 0 dərəcə, 90 dərəcə, 180 dərəcə, 270. Yəni, əgər bu nöqtələrdən biri iştirak edirsə, onun üstündən xətt çəkin. Cavabımız isə sinus alfa. Rübə də bir dənə fikir verin. 180 üstünə nəsə bir bucaq gələndə neçənci rüb eləməlidir? 3-cü rüb. 180'dən böyük 3-cü rübdür. 3-cü rübdə də sinus nə alır? Mənfi. Ona görə cavabımız mənfi sinus alfa olacaq. Məsələn, kosinus pi minus alfa. Bunun cavabı nədir? Pi də həmin nöqtədir da, düzdürmü? O kənar nöqtələrdir. Çevrənin sinus və kosinus oxundan kəsişdiyi nöqtələrin bucağıdır. 180 üstünə xətt çəkirik. Cavab kosinus alfa olur. Lakin bu neçənci rübdür? 180 minus alfa 180'dən kiçik deməkdir. 180'dən kiçik olan rüb hansıdır? 180 90 arasında olan ikinci rüb. İkinci rübdə də kosinus nə alır? Mənfi alır. Ona görə cavabımız mənfi kosinus alfa olacaq. Məsələn, danışdıqlarımızdan bir nəticə də çıxaraq. Məsələn, 2pi minus alfa. 2pi də o çevirmə düsturunda sərhəd nöqtələridir. Yəni, burada 2pi üstünə xətt çəkirik və rübü bir dənə buradan təyin edək. 2pi'dən alfa çıxanda 4-cü rüb edir. Demək, 4-cü rübdür bu rüb. 4-cü rübdə sinusun qiyməti mənfi. 2pi'nin üstünə xətt çəkdiyimiz üstünə cavabımız sinus alfa olacaqdır. Mənfi alfa yox, sinus alfa olacaq. Məsələn, kosinus 2pi topla alfa. 2pi'nin üstünə xətt çəkirik. Cavabımız kosinus alfa. İşarəsini də rübə görə təyin edirik. 2pi'nin üstünə alfa gələndə 360'ın üstünə alfa gəlsə 360'dan böyük alınacaq. Yəni, birinci rübə keçəcək. Birinci rübdə də kosinus müsbət alır. Tangesdə yoxlayaq. Tanges pi plus alfa. Pi 180. 180 üstünə nəsə gələndə bu 3-cü rüb eləyir. Və pi'nin üstünə xətt çəkirdik. Cavabımız olur tanges alfa. Lakin 3-cü rübdə tanges müsbət olduğu üçün müsbət işarəsi qoyuruq. Bəs müəllim, 360 yox, 180 yox. 90 və 270 danışılsa necə olunacaq? Yəni, bu tip suallarda necə həll olunacaq? Burada da eyni qayda gedir. Lakin olaraq bir dənə fərqli bir metoddan istifadə edəcəyik. Yəni, nədir? Yenə pi bölü 2'nin üstünə xətt çəkirik. Lakin burada kosinus alfa yox, sinus alfa yazırıq. Adı dəyişir. Funksiya adını digər funksiyaya dəyişir. Kosinus sinusa doğru dəyişə bilər. Tanges kotangesə doğru dəyişə bilər. Həmçinin sinus kosinusa doğru, kotangesə tangesə doğru dəyişkənliyi ola bilər. Bu nə vaxt olur? 90 və 270 dərəcəli bucaqlarda. Məsələn, kosinus pi bölü 2 toplu alfa nəyə bərabərdir? Pi bölü 2'nin üstünə xətt çəkirik. Cavabımız sinus alfa. Bir dənə rübə baxırıq. Rüb neçənci rübdür? Rüb 2-ci rüb. 2-ci rübdə birinci funksiya necə ədəd alır? Mənfi yoxsa müsbət? Mənfi aldığı üçün cavab burada da mənfi işarəsi qoyuruq. Dən burada yoxlayaq. Sinus 3 pi bölü 2 toplu alfa. 3 pi bölü 2 270 dərəcədir. 270 dərəcə ilə 90'da funksiya öz adını dəyişir. Olur sinus olur. Kosinus və bunun üstünə xətt çəkirik. Burada isə alfa olur. Yəni, rübünü də təyin edirik. 4-cü rübdə sinus necə ədəd alır? Mənfi ədəd alır. Ona görə qarşıya mənfi qoyuruq. Diqqətli olun, necə, hansı funksiyada nə alırıq? Birinci funksiyaya görə təyin edirik. Alınan funksiyaya görə yox. Bir dənə nümunə çəkim. Məsələn, uşaqlar, tanges pi bölü 2 topla x. Demək, pi bölü 2 olduğu üçün tez üstünə xətt çəkib adını dəyişib kotanges yazırıq və
ikinci rüb olduğu üçün neçənci rüb olduğunlardan biri 90 üstü x gələndə 90-dan böyük alındığı üçün ikinci rüb götürürük. İkinci rübdə də tangens mənfi alır. Ona görə qabağa mənfi işarəsi qoyuruq.